Qaşınma və buna bağlı yaranmış dəri quruluğu endokrin səbəblərlə bağlı ola bilər. Bu sualı bugün cavablandırmaq istəyirəm. Qaşınma bir çox endokrin xəstəliklərin əsas əlamətlərindən biri hesab olunur. Bu nəinki dermatoloqların, həm də endokrinoloqların nəzarətində olan bir əlamətdir və bizim profildə ən çox şəkərli diabetli pasientlərdə qalxanvari vəzi xəstəlikləri zamanı, böyrək üstü vəzi xəstəlikləri zamanı, mineral mübadiləsi pozğunluqlarında özünü göstərə bilir. Xəstəliyin hansı formasının əlamətə səbəb olduğunu aydınlaşdırmaq üçün pasient ətraflı dinlədikdən sonra aktiv müayinələr təyin olunur və müayinələrin nəticəsində diaqnoz müəyyənləşdirilərək diaqnoza uyğun müalicə təyin olunur. Və çox zamanda ilk günlərdən artıq pasientin şikayətləri azalmış, özünü daha da rahatlatmış, həyat keyfiyyətləri düzəlmiş olur. Buna görə də dəri qaşınması olan pasientlərin dermatoloqla yanaşı endokrinoloqlara müraciət etməsi əsas şərtlərdən biridir. Əsas səbəb aradan qaldırılarsa, dəridə olan rahatlanma hissi pasientləri məmnun edəcəkdir. Sonda bu videonu bəyənməyi və paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın. Videonun daha geniş formasına isə YouTube kanalından izləyə bilərsiniz. Sağ olun.